Bugünkü videomuzun qonağı olan cihazın texniki göstəricilərinə baxdıqda xüsusilə bir detal dərhal diqqəti cəlb edir. 7,4 mm-lik olduqca nazik gövdə və bu gövdənin içinə sığdırılmış 6500 mAh-lıq batareya. Gəlin görək Texno şirkəti bu dəfə hansı özəlliklərlə orta segmentdə özünü göstərir. Dizayn və korpusdan başlasaq, telefon 189 qramlıq çəkisi ilə əldə çox yüngül və yığcam durur. Arxa paneldə Power seriyasının imza xüsusiyyətlərindən olan xüsusi matrix displey yerləşdirilib. Amma burada əsas diqqət çəkən məqam vüzarlıqdan çox dözümlüydür. Texno bu cihazı IP68 və IP69K sertifikatları ilə təsis edib. Bu o deməkdir ki, telefon 1,5 metr dərinlikdə suya, hətta yüksək təzyiqli sulara qarşı da tab gətirə bilir. Ekranın mühafizəsi isə Corning Gorilla Glass 7i şüşəsinə həvalə olunub. Texno Power 8 Pro modelinin ön panelinə keçdikdə bizi 6,78 düymlük 144 Hz yenilənmə tezliyinə sahib AMOLED ekran qarşılayır. 1 milyard rəng dəstəyi olan bu ekranın maksimal parlaqlığı 1600 nit, pik parlaqlığı isə 4500 nitə qədər çatır. Yəni birbaşa günəş işığı altında belə ekranda nə baş verdiyini rahatlıqla görə biləcəksiniz. Göz yorğunluğunun qarşısını almaq üçün isə 2592 Hz PWM tənzimləməsi əlavə edilib. Power 8 Pro modeli gücünü 4 nanometrlik MediaTek Dimensity 7400 Ultimate chipsetindən alır. 8 nüvəli bu chipset 4 ədəd 2,6 GHz Cortex A78 və 4 ədəd 2 GHz Cortex A55 nüvələrindən ibarətdir. Və Mali-G 615 MC2 qrafik prosesoru gündəlik işlərdə və oyunlarda stabil performans vəd edir. Yaddaş tərəfində 8 GB və 12 GB RAM variantları, həmçinin 256 GB və 512 GB daxili yaddaş opsiyaları mövcuddur. Əməliyyat sistemi olaraq isə cihaz qutudan ən son Android 16 əsaslı iOS 16 interfeysi ilə çıxır. Kamera blokuna gəldikdə isə burada çox praktik həllər görürük. Əsas kamera 50 megapiksel f1.8 diafraqma, 1/1,56 düymlük sensor və ən əsası OIS dəstəyi var ki, bu da hərəkətli çəkilişlərdə və gecə fotolarında işə yarayır. İkinci kamera 8 megapiksellik ultra geniş bucaqlı obyektivdir. Ön kamera isə 13 megapiksellik sadə selfie kamerasıdır. Yəni kamera seti segmentinin tələblərinə cavab verir və standart gündəlik çəkilişlər üçün tam yetərlidir. Bu cihazın bəlkə də ən iddialı olduğu yer bateriyasıdır. Bayaq da qeyd etdiyim kimi 6500 mAh-lıq batareya böyük rəqəmdir. 45 Watt naqilli şarj ilə cihaz 27 dəqiqəyə 50%, tam olaraq isə 1 saata enerjini toplayır. Oyunçular üçün ən vacib detal isə bypass charging xüsusiyyətidir. Naqilə qoşulu vəziyyətdə oyun oynayarkən enerji bateriyaya yox, birbaşa sistemə ötürülür ki, bu da telefonun isinməsinin qarşısını alır. Üstəlik başqa cihazları enerji ilə təmin etmək üçün 10 W'lıq tərs şarj özəlliyi də mövcuddur. Səs və bağlantı tərəfinə baxdıqda isə Dolby Atmos dəstəkli stereo dinamiklər, Wi-Fi 6, Bluetooth 5.4, NFC və ev əşyalarını idarə etmək üçün infraqırmızı port yer alır. Qısacası Texno Power 8 Pro modeli incə dizaynda nəhəng batareya və yüksək dözümlülüklü oyunçu telefonu axtaranlar üçün yaxşı seçimdir. Və siz Texno'nun bu oyunçu telefonu haqqında nələr düşünürsünüz? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.